Onlayn iş var yoldaşlar, onlayn iş var. Bu onlayn iş kimlər üçündür? Tələbələr üçündür. Başqa kimlər üçündür? Yeni məzunlar üçündür. Bəs nə sahəsi üzrədir? Marketinq üzrədir. Marketinq üzrə təcrübə proqramıdır. Deməli, yoldaşlar, bu işin özəlliyi ondan ibarətdir ki, bu həm onlayndır. Bu birinci özəlliyi. İkinci məsələ bundan ibarətdir ki, təcrübə tələb eləmir. Üçüncü məsələ də bundan ibarət. İş qrafiki də sərbəstdir, yoldaşlar. Bildiyiniz kimi, bəzi onlayn işlər elədir ki, onlar sərbəst qrafikli olmur. Amma burada elədir ki, sərbəstdir. Və qeyd edeyim ki, burada kimlərin müraciət eləmək məqsədə uyğundur? İngiliscə yaxşı başa düşmə qabiliyyəti olanlar. Yəni, İngiliscə əgər yaxşı başa düşmə qabiliyyətiniz varsa, müraciət eləyə bilərsiniz bu işə. Bu işə də müraciət ümumiyyətlə dəstək istəyirsinizsə. Və qeyd edeyim ki, bu elə bir işdir ki, yəni faydalarından birindən də bəhs etmək istəyirəmsə, siz gənc və beynəlxalq düşüncəli komandanın üzvü ola bilirsiniz bunlar vasitəsilə. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmacı çətinliyi çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzvədə kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.